17 iyun tibb işçilərinin peşə bayramı günü münasibətilə Sumqayıt Dövlət Dram Teatrında şəhərin səhiyyə işçiləri üçün xüsusi bayram tədbiri təşkil olunub. Öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sumqayıt səhiyyəsi haqqında bəhs olunan filmə baxılıb. Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək tədbir iştirakçılarını bayram münasibətilə səmimi qəlbdən təbrik edib. Səhiyyə işçilərinin fədakar əməyinə xüsusi qiymət verib. Zakir Fərəcov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə səhiyyə sahəsində geniş miqyaslı islahatlar həyata keçirilir. Yeni xəstəxanaların tikilməsi, müasir avadanlıqlarla təminat və vətəndaşların tibbi xidmətlərə çıxış imkanlarının artırılması bu islahatların əsas göstəricilərindəndir. Çıxışında birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqətə də toxunan Zakir Fərəcov bildirib ki, fondun dəstəyi ilə həyata keçirilən layihələr, talasimiya və şəkərli diabet xəstələri üçün yaradılan şərait, qanvermə aksiyaları və ana uşaq sağlamlığına yönəlmiş təşəbbüslər bu sahəyə verilən önəmi bir daha təsdiqləyir. Zakir Fərəcov çıxışının sonunda tibb işçilərinin möhkəm cansağlığı, peşə fəaliyyətlərində uğurlar arzulayaraq, onların əvəzsiz əməyinin hər zaman yüksək dəyərləndirildiyini bildirib. Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov səhiyyə işçilərini bu əlamətlər gün münasibətilə təbrik edərək, onların cəmiyyət üçün mühüm rolunu xüsusi vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində geniş miqyaslı islahatlar aparılır. Bu islahatlar nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib, müasir avadanlıqlar alınıb, regionlarda yeni diaqnostika mərkəzləri tikilib və vətəndaşların tibbi xidmətlərə çıxışı daha da asanlaşıb. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyə Müzəffərova da çıxış edərək tibb işçilərinin fəaliyyətini yüksək qiymətləndirib və onların əvəzsiz əməyini xüsusi vurğulayıb. Çıxışlarda tədbirin əhəmiyyətindən danışılıb. Tədbirin sonunda şəhərdə fəaliyyət göstərən bir sıra tibb işçiləri uzun müddətli səmərəli fəaliyyətlərinə və peşəkarlıq səviyyələrinə görə Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzi tərəfindən fəxri fərmanlarla təltif olunublar. Bayram tədbiri incəsənət ustalarının ifasında təqdim olunan maraqlı konsert proqramı ilə davam edib. Musiqili çıxışlar tədbir iştirakçılarına bayram ovqatı yaradıb. Qeyd edək ki, hər il 17 iyun ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu gün həyatlarını insanların sağlamlığına həsr edən həkim və tibb işçilərinin əziz və vacib missiyasına verilən yüksək qiymətin bariz nümunəsidir. Şəmsistan Fikrətli Elbrus İsmailov, bugün informasiya proqramı üçün.